Yaşar, biz günlük afiye istedik. Her adam ifa edebilmez, okuya da bilmez. Mümkünse seslendirersen. Buyurun. Ay gözəlim, gəl nazını mən çəkim. Məcnun məhəbbəti məndəki vardır. Eşqin hücum çəkib, o da yanmışam. Polat da olsaydı, o da sınardı. Fərhad Qaya çatır mənim qəlbimdə. Kərəm Alov çatır mənim qəlbimdə. İlqəm nakəm yatır mənim qəlbimdə. Sənsiz bu dünyada mana məzardır. Var olsun.
Yaqin bilin deyin, aşık yaşardı. Seven körü, oy kənməsinin buda. Belə mi aşıqını ağladar? Eşitsəniz məhəbbətdən ölən var. Yaqin bilin, deyin aşıq yaşar. Ürəyinin işini, sazının işini həmişə gör olsun. Azərbaycanda çox nadir aşıq ola bilər ki, 100 neçə alma bilirsən sən. Ərəm müəllim, 152-yə havalanır. 152-yə yaxın saz zamanının cəmliyi sinəliyə və sazına. İnşallah gələcəkdə bu tipli sənətkarı UNESCO-nun istedadlı şəxsiyyətlər, yəni istedadlı hədislər, adamlar siyasına yazdırmaq lazımdır. Aşıqlar Birliyi onu cəhd edəcək. Yaşar sənətinlə, şəxsiyyətinlə, onunla onları layiq olsun. Kitabda da Ərəmənin çox şeyləri sizdən başlardır. Var olsun. Əvvəldəki Güllü Qaviyyənin əvvəlində bir bayatılar getməyə başlayıb, gözlərimi yumdum, elə bildim Aşıq Şəmşir oxuyur. Yəni Şəmşir sənətini, Şəmşir ləmsini, onun sənətinin ucalığını sən yaşadırsan, var olacaq. Onun ruhu da sənə yardımcı olsun. Var olacaq. Aşıq Şəmşir çox həyat etmək olsun. Mənə təşəkkür